Salam dəyərli izləyicilər, hər birinizi salamlayıram. Deməli, belə bir 11-ci siniflər üçün buraxılış sınağının izahına baxacağıq. İzaha keçmədən öncə qeyd edim ki, bu sınağın PDF-i həm Telegram kanalımızda, həm də WhatsApp qruplarımızda paylaşılıb. Linklər rəy bölməsində olacaq. Keçid edib yazın, ondan sonra gəlib izaha baxın. Həmçinin uşaqlar bizim sınaqlar qrupumuzda açılıb bu gündən artıq. Sınavlar qrupuna da qoşularaq çoxlu sayda sınavlar işləyib imtahana tam hazır ola bilərsiniz. Sizin üçün çox faydalı olacaq. Keçdik suala. 20% 240 olan ədədi tapın. Uşaqlar, çox sadə bir yanaşma. 20% 240-dırsa 100% x. İndi belə məsələ var. Necə sadə yanaşma ilə həll edəcəyik? Deməli uşaqlar, 20-dən 100-ə 5 dəfə artıbsa, bu da 5 dəfə artmalıdır. 240-ı da 5-ə vuranda 1200 eləyir A bəndi. Uyğun tərəfləri perpendikulyar olan iki bucaqdan biri digərindən 2 dəfə böyükdürsə. Uyğun tərəfləri perpendikulyar olan bucaqların iki halı var idi. Ya bərabər idilər, ya da cəmi 180 dərəcə. İndi biri digərindən böyükdürsə, deməli cəmi 180 dərəcədir. Biri x olarsa, digəri 2x olar. Bunların cəmi də 180 dərəcə olacaq. 3x 180 dərəcədirsə, x bərabər olacaq 60-a. Böyük bucaqda biri 60-dır, digəri bundan 2 dəfə böyükdür, 120-dir. Deməli, böyük bucaq 120-dir. Növbəti sual 33. A-N və Q-P xətləri M nöqtəsində kəsişir. A, M, Q, bura 2x üstəgəl 10-dur. P, M, N, bura isə 3x minus 20-dir. Bilirik ki, qarşılıqlı bucaqlar bərabərdir. O zaman bərabərləşdirərəm. 3x minus 20, buradan x bərabərdir 30 alınacaq. X-i 30 tapdımsa 2-ni 30-a vuraram. 60 üstəgəl 10, bura olur 70. Qarşılıqlı olduğu üçün burada olacaq 70. Bizdən də buranı soruşurdu, cavab oldu 70 D bəndi. 34. Px 2x üstü 4. Deməli uşaqlar, video dayanmalı olmuşdu. Yenidən davam eləyək. Px 2x üstü 4, 3x kub, x kvadrat 5x plus 4 çox hədisinin əmsallar cəmi tapın. Uşaqlar, çox sadə. Əmsallar cəmi tapmaq üçün dəyişənlər yerinə 1 yazırsan olur. 2 üstəgəl 3 çıx 1 üstəgəl 5 üstəgəl 4. 5 eləyir, 5-dən 1 çıxanda 4, 4 plus 5 plus 4. Bu da eləyəcək 13 A bəndi. 35. Uğur kurslarında 500 şagird, 580 şagird təhsil alır. Bunlardan 250 nəfəri riyaziyyat qrupuna qoşulub. 400 nəfəri tarix qrupuna qoşulur. Neçə şagird hər iki qrupa qoşulur. Deməli uşaqlar, bu arada bu axşam saat 21:00-da canlı yayımımız olacaq. Yaxşı suallar işləyəcəyik. Qoşulun mütləq, faydalı olacaq sizin üçün. Deməli uşaqlar, toplamda 580 şagirdimiz var. Bura riyaziyyat olsun, bura isə tarix olsun. Hər ikisindən x nəfər qoşulur. Bilmirəm nə qədər qoşulur. Riyaziyyata toplam 250 nəfər qoşulursa, x nəfər buradadırsa, bura qalır 250 çıx x. Eyni ilə də bura qalır 400 çıx x. Hamısında cəmi 580 eləməlidir. Bu ikisini toplayanda eləyəcək 250. Üstəgəl 400 çıx x bərabərdir 580. 650 çıx x bərabərdir 580. X də bərabərdir 70. Deməli 70 nəfər hər ikisinə qoşulur, yəni Y bəndi. 36. Bir hədisinin qüvvəti ilə əmsalın hadisini tap. Deməli, 3-cü dərəcədən kuba yüksəlində olacaq -8 A kub, B kub və C kub. Deməli, əmsal olacaq -8, qüvvət olacaq 9, hamısının cəmi. Vuranda da -72 B bəndi. Növbəti 37-ci sual. X-in ən kiçik iki rəqəmli ədəd, iki rəqəmli sadə ədəddirsə, ifadənin düzgün kəsr olması üçün A tam ədədə hansı şərti ödəməlidir? Deməli uşaqlar, birincisi ən kiçik iki rəqəmli ədədimiz hansıdır? 10. Ən kiçik iki rəqəmli sadə ədədimiz hansıdır? 11. Deməli x-imiz 11-dir. 11 bölünsün, A çıxılsın 6. Düzgün kəsr olması üçün məxrəc sürətdən böyük olmalıdır. Yəni A çıx 6 böyük olmalıdır 11-dən. A da böyük olmalıdır 17-dən. A variantı. 38. M çoxluğu 2, 3, 4, 5, 6, M 3, 5, 7, 9, 11, 13 çoxluqları verilmişdir. N-dən M-i çıxmalıyım. Uşaqlar, bu tip suallarda ortaq olanları dairəyə almaq lazımdır. 3-ü dairəyə aldım. Sonra 5-i dairəyə aldım. Başqa ortaq varmı? 2, 4, 6 qalıb. Ortaq yoxdur.
İndi uşaqlar, n çıxıl sinemi tapıramsa, dairəyə aldıqlarımı yox, almadıqlarımı götürməliyəm. Bax bunu. Neçədə nədir? 4 dənə. Yəni Y bəndi. 39. 7-də 4 hissəsi 16 olan nədir? 16-nı bölürsən 7-də 4-ə, vurursan 4-də 7-yə. Bundan bu gedir. 4 qalır 4-də 7-yə 28. Asan sualdır. 40-cı sual. Bərabər tərəfli üçbucağın bərabər tərəfli üçbucağın orta xətti paralel olduğu tərəfdən 4 sm kiçikdir. Orta xətti paralel olduğu tərəfdən 4 sm kiçikdir. Yəni bura x-dırsa, bura x plus 4-dür. Aydın məsələdir ki, uşaqlar, bunu 2-yə vursan buna bərabər olar. 2x bərabərdir x plus 4-ə, x də oldu 4. Deməli burada 4-dür. Burada 8. Bərabər tərəfli olduğu üçün hər tərəfi 8-dir. İndi perimetrin soruşur. 3-ü 8-ə vuraram 24 D bəndi. 41. Düzbucaqlı üçbucağın katetləri 9 və 12 olarsa, düzbucaqlı üçbucağın katetləri 9, 12-dir. 144 plus 81, bura olur 15. Düzbucaq təpəsindən hipotenuzə çəkilən median uzunluğunu tapmış. Uşaqlar, bura medianı çəkəndə bu belə deyək də, düzbucaq təpəsindən çəkilən median hipotenuzun yarısıdır. Yəni 15-in yarısıdır. Bu da olur 7/5, yəni A bəndi. 42. 36 böl 17 ədədinin tam hissəsini tap. Uşaqlar, 36-cı 17 2 dəfədir. 2 dəfə 17-də 2 qalır. 2-ni 17-yə vuranda 34, bəli, 2 tam olur B bəndi. 43. Şəkildə verilənlərə əsasən AM paraleldir BK-ya və AC xətti BAM-in təm böləni olarsa 3 dənə ASK, 3 dənə ASK, yəni bu 2 dənə də ASB, yəni bunun cəmini tapmaq lazımdır. Əvvəlcə uşaqlar, bura 150-dirsə, çarpaz olduğu üçün burada 150-dir. Təm bölən olduğu üçün bura 75, bura 75-dir. Əlavə olaraq da bura 75-dirsə, bax bura 75-dirsə, bura 105-dir. Çünki daxili bir tərəfli bucaqdır, bu tərəfdə olur 75. Bizə deyir ki, 3 dənə bu, 3 vuraram 105-ə, üstə gəl 2 dənə də 75. Olacaq 315, üstə gəl 150. Bu da olacaq 465. O da A variantı. Hesab səhv etmədiysə bu şəkildədir. Dediyim kimi uşaqlar, bugün axşam 21:00-da canlı yayımımız olacaq. Məsləhət görərəm ki, qoşulun. Buraxılış sualları işləyəcəyik. Biraz da çətin suallar işləyəcəyik. İndi sadələşdirmək lazımdır. 11-ə gedər, burada 2 qalar. 25-ə gedər, burada 3 qalır. 3 bölü 2, 1/5. Deməli, MAC, bura 130-dur. Uşaqlar, bu sınaq biraz asandır. Amma axşamki suallarımız biraz çətin olacaq. ABD 120-dir. ASB-ni tapın. Uşaqlar, daxili bucağı soruşur da. Baxın, bura 50-dir. Bura 60-dır. Üçbucağın daxili bucaqlarının cəmi 180 olduğuna görə alfa plus 50 plus 60 bərabər olacaq 180-ə. Alfa da olur 70. Bəli. 46. Çoxluğunun 2-yə bölünən elementlərinin sayını tap. 2-yə bölünən elementlərin sayı. Bu olmaz, bu olmaz. Məsələn, 1, 2, 3, 4, 5 dənə. 47. Usta 3 günə gördüyü işi tələbəsi 6 günə görür. Onlar birlikdə işi neçə günə yerinə yetirər? Deməli, uşaqlar, 3 günə gördüyü iş. Deməli, usta bir də şagird, yəni tələbəsi. Belə başa düşülür ki, usta şagirddən 2 dəfə tez görür. İşi düzdür, bu x saata görür. Bu, daha doğrusu, usta x saata görür. Hətta belə yazıda 3 günə görür, bu da 6 günə görür. Bir işi 3 günə bitirir, bu da 6 günə bitirir. Onda 3-də 1, üstə gəl 6-da 1 bərabərdir 1-ə. Vurulsun x. Bizə x lazımdır burada. Deməli, toplayanda olacaq 6-da 2, üstə gəl 1. Vurulsun x bərabərdir 1-ə. Buradan 3 bölü 6 elə 1. 3-dən 6 x-a gedir. X 1 bölü 2 vurur x bərabərdir 1-ə. X də bərabər olacaq 2-yə. Deməli 2 günə bitirəcək.
48. X ədədinin 125 olduğu məlumdursa, ədədinin tərtibini tap. İnşallah 125 vurulsun 10 üstü 4. 125 axı 1,25 şəklində yazmalıyıq. Qiymətli hissə 1 ilə 10 arasında olmalıdır. Vurulsun vergül 2 vahid sürüşdü deyə bu 2 vahid artacaq, olacaq 10 üstü 6. Deməli qüvvəti oldu 6, yəni tərtibi 6. Sonra uşaqlar, deməli 49-cu sual. 56-nın sadə bölənləri A çoxluğu, 24-ün sadə bölənləri B çoxluğu ilə işarə edilir. Gəlin 56-nın sadə bölənlərinə baxaq. 2-yə böldüm 28, 2-yə böldüm 14, 2-yə böldüm 7, 7-yə böldüm 1. Demək uşaqlar, A çoxluğu kənardan yazıram. Sadə bölənləri hansılardır? 2-dir, bir də 7-dir. 2, 7. İndi digərin 24-ü sadə vuruqlarına ayırıram. 2-yə böldüm 12, 2-yə böldüm. Deməli 6, 2-yə böldüm 3, 3-ə böldüm 1. B-nin də sadə bölənləri 2 və 3-dür. Euler-Venn diaqramı quranda çox sadə olacaq bu da. Belə yazıram hələ ki. Bura A-dır, bura B-dir. Ortaq olan hər ikisində 2-dir. A-ya bu tərəfə 7 qalır, bu tərəfə də 3 qalır. Və son 50. 4-də 3, x üstü 5, y üstü 4 vurulsun 2x kvadrat, y üstü 3 bir hədli əmsalı qüvvətinin neçə faizidir? Əmsalı qüvvətinin neçə faizidir? Deməli uşaqlar, əvvəlcə sadələşdirməliyik, standart şəklə gətirməliyik. X üstü 5 vur, y üstü 4 vurulsun. Kuba yüksəldində 2-ni 8 olur, x üstü 6 olur, y üstü 3 olur. Deməli, 8 ilə 4 gedər, burada 2 qalar, 2-ni də 3-ə vuranda olacaq 6. X üstü 5, x üstü 6 olacaq, x üstü 11, y üstü 4 ilə 3 də, y üstü 7 olacaq. Deməli, qüvvəti 18-dir, əmsalı 6-dır. Bizə deyir ki, əmsalı qüvvətinin neçə faizdir? 6 böl 18 vur 100. Əmsalı onun qüvvətinin neçə faizdir? Bəli. Bundan bu ixtisar edəcək 3 qalacaq, olacaq 100 böl 3. Bu da olacaq 33,3 faiz. Növbəti 51. Çoxhədlisinin sərbəst səddinin mürəkkəb olmayan natural bölənlərinin sayını tap. Əvvəlcə sərbəst səddini tapaq. Sərbəst səddi 1-dir. Vurulsun 2 üstü 5, yəni 32. Bunun sərbəst səddi oldu 32. Mürəkkəb olmayan natural bölənlərin sayı. Bundan ötürü natural bölənlərin sayını tapmalıyıq. 2-yə böldüm 16, 2-yə böldüm 8, 2-yə böldüm 4, 2-yə böldüm 2, 2-yə böldüm 1. Deməli 32 bərabər oldu 2 üstü 5-ə. Natural bölən sayı da qüvvətin 1 vahid artırırsan olacaq 6. Deməli bunun 6 dənə natural böləni var. İndi bu 6 natural bölənin içərisindən biz mürəkkəb olmayanları seçməliyik. Mürəkkəb olmayanlar hansıdır? Sadə olanları götürməməliyik də uşaqlar. Bu 6 dənə bölənin içərisində bir dənə 2 nədir? Sadədir. Ona görə buradan 2-ni çıxıram, yəni 1-i çıxıram. 2-dən bir dənədir çünki. Qalır 5. Deməli 5 dənə bunun sadə olmayan, daha doğrusu mürəkkəb olmayan natural böləni. Bir dəqiqə uşaqlar bizi çaşdırdılar deyəsən. Niyə görə? Mürəkkəb olmayan elə nə deməkdir? Sadə deməkdir də. Bir də uşaqlar, mürəkkəb olmayan yox, bizi səhv çaşdırdılar. Ehtiyac yoxdur. Bunun mürəkkəb olmayan bölənlərin sayını soruşursa, 32-nin bir dənə sadə böləni var, 2-dir. Düzdür? Bir də mürəkkəb olmayanın biri də 1-dir də. Çünki mürəkkəb olmayan deyəndə bu təkcə sadələri nəzərdə tutmur. Bir də mürəkkəb olmayan bir bölən olduğu üçün bölənlərindən biri 2-dir, biri də bir say olacaq 2 dənə. Yaxşı çaşdırıcı sualdır, mən də çaşdırdım. Düzbucaqlı üçbucağın katetləri 3-4 nisbətindədir. Perimetri 24 olarsa 3K, 4K, bu da 5K olur. Toplam olur 12K bərabərdir 24, K olur 2. Onda bura olur 6, bura olur 8, bura olur 10. Üçbucağın hündürlükləri cəmini tap. İndi uşaqlar, bu üçbucağın düzbucağı üçbucaqda hündürlüklər elə katetlərdir. 2 hündürlüyü elə katetdir. Deməli H1 6-dır. H2 bərabərdir 8. Bir də hipotenuza çəkilən hündürlüyü var. O da bərabərdir 6 vur 8 böl 10. Bu da olur 4,8. Bizdən bunların cəmini soruşur. 6 üstə gəl 8 üstə gəl 4 onda 8.
Bu olacaq 18,8. 53. Ədədi 5-ə böldükdə natamam qismət 4, qalıq 3 olarsa bu ədədi tap. Demək olar, A ədədini bölürəm 5-ə, natamam qismət 4-dür, qalıq da 3-dür. Lap aşağı sinifdən keçmişdik ki, A bərabərdir. Böləni vururam natamam qismətə, yəni 4 vurur 5, üzərinə gəl 3. Bu da olacaq 23. Həmin ədədimiz oldu 23. Növbət. 5 ədədin ədədi ortası 4-dür. Tutaq ki, uşaqlar. X plus Y plus Z plus M plus N. Ədədi ortasını necə taparsan? Bölərsən 5-ə, bərabər olar 4-ə. Hər tərəfi 5-ə vursaq, X plus Y üstəgəl Z üstəgəl M üstəgəl N bərabərdir 20-yə. Deməli, ədədlərin cəmi 20 imiş. Əgər bu ədədə hər hansısa bir ədəd əlavə etsək, ədədi orta 6 olar. Yəni, X plus Y üstəgəl Z üstəgəl M üstəgəl N üstəgəl bir dənə də K ədədi əlavə edirəm. Bu zaman ədədi ortanı 6-ya bölməliyəm hamısının cəmini. Bərabər olar 6-ya. Hər tərəfi də 6-ya vursam, X plus Y plus Z plus M plus N plus K bərabərdir 36. Bax, bu ifadə bizə 20-ni verir. 20 plus K bərabərdir 36. K da olacaq 16. Cavab da oldu 16. Şəkilə əsasən X-i tapmalıyıq. Deməli, uşaqlar, bura 15-dir, böyük 3 bucaq. Bax, bura 90 dərəcə, bura 15 olduğu üçün düz bucaqlı 3 bucağın daxili bucaqların cəmi 180-dir, həmçinin iti bucaqların cəmi də 90. Onda bura qalır 75. İndi uşaqlar, əlavə bir məlumatımızda nə olmalıdır bizim? 90, 75. Balaca bax bu 3 bucağa baxın. 3 bucağın bir xarici bucağı, ona qonşu olmayan 2 daxili bucağın cəminə bərabərdir. Bura 15-dirsə, cəmi 75 olması üçün gərək bura 60 olsun. Deməli, uşaqlar, davam edək. Bu sual biraz çətin görünür. Buradan bir hündürlüyü yendirsəm. Baxın, uşaqlar. Bura 60 dərəcə olduğu üçün, bura 90 olduğu üçün, bura olacaq 30. Toplamda onda burada qalır 15. Deməli, AC tənböləndir. AC-ni, bu 75-ə ehtiyac yoxdur. AC oldu tənbölə. Onda 30 dərəcənin qarşısındakı 60-ın 12-nin yarısıdır. Bura bütöv olur 6. Burada olur 6 kök 3. Bu da bu düz bucağın hündürlüyüdür. İndi, mən bura bir Y desəm, burada olacaq 6 çıx Y. Y-i tapa bilərəm də tənbölənin xassəsinə görə. Onda belə olacaq. 6 kök 3 böl Y bərabərdir 12 böl 6 çıx Y. Bunu biraz səliqəli yazaq burada. Deməli, çarpaz vuranda 12Y bərabərdir 36 kök 3 çıx 6 kök 3 Y. Bunu sola keçirdərəm. 12Y üstəgəl 6 kök 3 Y bərabərdir 36 kök 3. Hər tərəfi 6-ya bölsəm, qalacaq 2Y üstəgəl kök 3Y bərabərdir 6 kök 3. Buradan Y-i qarşıya çıxarsam, qalacaq 2 plus kök 3 bərabərdir 6 kök 3. Y də bərabərdir 6 kök 3 böl 2 plus kök 3. Bunu irrasionaldan azad eləsəm, qoşmasına vuraram. 2 minus kök 3-ə. Sürət və məxrəc. 2 minus kök 3. Bərabərdir. Aşağıda olacaq 4 çıx 3 1. Yuxarıda da olacaq. Vurub atsaq nə olacaq? 12 kök 3 çıx 18. Deməli, bu Y oldu 12 kök 3 çıx 18. Bu hissəni silirəm artıq, ehtiyac yoxdur. İndi mənə X-i, yəni buranı bütöv tapmaq lazımdır. Burada bir A deyərəm. Onda bunun kvadratı bərabər olacaq. A vurulsun bu. 6 kök 3-ün kvadratı 36 vur 3-dür. Bərabərdir. A vurulsun 12 kök 3 çıx 18. Deməli, hər tərəfi 6-ya bölsəm, burada qalacaq 6 vur 3 bərabərdir. A vurulsun, bunu 6-ya böləndə qalır 2 kök 3 çıx 3 və A bərabərdir 18 bölünsün 2 kök 3 çıx 3. O da bərabərdir. Bunun qoşması 2 kök 3 plus 3-dür. Yuxarıda 2 kök 3 plus 3-ə vuraram. Aşağıda uşaqlar qalacaq, deməli, 2-nin kvadratı 4 vur 3, 12 çıx 9, yəni 3. Yuxarıda da qalacaq 18 vurulsun, 2 kök 3 plus 3. Bundan bu gedər 6 qalır.
Onda 6-nı da vurub atsaq A bərabər olacaq 6 vurulsun 2 kök 3 12 kök 3 üstəgəl 18. Deməli bax bu hissə, bax buradan bura qədər, bax buradan bura qədər 12 kök 3 plus 18-dir. Bura isə 12 kök 3 minus 18-dir. Deməli, onda bax bununla bunu cəmləyərəm. Burada 18-lər gedər, qalacaq 24 kök 3. Biraz uzun getdi bu sual, biraz da çətindir digər suallarla müqayisədə. Vəssalam. Axşam 21:00-da canlımız olacaq. Unutmayın uşaqlar. Sağ olun, hər birinizə uğurlar.